Adətən mədəsində xora, qastrit olan şəxslərə zon tutmaq tövsiyə olunur. Ümumiyyətlə zon tutmaq adı gələndə çox insan qorxur ki, zon tutmaq necə uda bilərəm o zondu, necə baş verir ümumiyyətlə proses. Ümumiyyətlə siz zon tutmağı kimə məsləhət görürsüz və ümumiyyətlə zon tutmaq kimlərə olmaz? Hal-hazırda mədə-bağırsaq xəstəliklərinin diaqnostikasının qızıl standartı endoskopiya müayinəsidir. Yəni endoskopiya və kolonoskopiya müayinəsidir. Dispeptik şikayətlər davamlı baş verirsə, dispeptik şikayətlərə köp, ürək bulanma, mədə hissədə ağrılar, həzmsizlik, erkən doyma, qusma, mədə yanması, bu şikayətlər hamısı bir yerdə dispeptik şikayətlər adlanır. Davamlı dispeptik şikayəti olan insanın zon tutması məsləhət görülür. Dəmir çatışmazlıqlı qan azlığı olan insanın həm mədəsinin, həm bağırsağının endoskopiya olunması məsləhət görülür. Yəni dediyim kimi dispeptik şikayətlər davamlı olursa, xüsusən də 40 yaşın üzəri dispeptik şikayət olan insanların mütləq endoskopiya olunması lazımdır. Burada iştahasızlıq çox ciddi şikayət ola bilər. Çəki azlığı çox ciddi şikayət kimi qəbul oluna bilər. Bunlarda vaxt itirmədən yoxlanması məsləhətdir.